Ayə deyirəm, ya leytəni ləm ətəxiz fulanən xəlila, kaş filan kəslə dost olmayaydım. Xanımların bəzi deyəcək qiyamət günü, kaş filan xanımla rəfiq olmayaydım, dost olmayaydım. Niyə? Məni Allah yolundan saxladı. Qoymadı gedim. Amma adam da var, gələr səni Allah yoluna aparar. Bəziləri mənna'in lil xeyridir, cavanlar. Çoxları gəlib sizə deyəcək, cavanlığın hədər oldu. Özünüzü qurban vermirsən, bədbəxt eləmirsən, namaz nədir? Cavanlar, vallahi və billah, ömrünüzü elmə, mərifətə, imanla keçirməyə, əhl-i beyt məhəbbəti ilə keçirdiniz, soq alacaq ya. Deyir, qəbrə qoyan kimi insanı gedir hamıda, hamı gedir. O danışanlar da gedir, bala da gedir, hamı gedir. Axırda Allah deyir, tək qalmışsan ha, səndən mən qalmışıq. Necəsən? Yevmə la yenfəu malun və la bənun illa mən atallah bi qalbin səlim. Qiyamət günü nə övlad tutacaq əlindən, nə mal dövlət tutacaq əlindən, qalbi səlim, sağlam. Paç qəlb, əhl-i beyt məhəbbəti ilə qaynayan qəlb, dolan qəlb, əhl-i beyt məhəbbətinə sirab olan qəlb. O heç. Bir qrup insanlar ulaikə hum şərrul bəriyyə. İkinci qrup insanlar mənna'in lil xeyr, qoymur xeyr eləyəsən. Üçüncü qrup insanlar kuntum qavmən bura. Bur nəyə deyirlər ərəb dilində? Təslim təfsirinin müəllifi deyir ki, bur bair. Bair nəyə deyirlər? O torpaqlığa deyirlər ki, şoranlıqdır. Orada heç nə bitmir. Heç nə bitmir. Allah kimi nə demək istəyir? Deyir, bəzi insanlar xeyirsizdir, xeyir vermir. Ziyan vermir, ha bildim, amma xeyir də vermir. Özü üçün yaşayır. Özünü düşünür, evini düşünür, balasını düşünür, din dərdi yoxdur. İmam Zaman dərdi yoxdur, Əhl-i Beyt dərdi yoxdur. İnsanların hidayətini düşünmür, insanlara xoşbəxtliyi üçün düşünmür. Heç nə düşünmür, xeyir vermir, kuntum qovmən bura. Xeyirsiz insandır. Xeyir yoxdur. Bu üçüncü qrup, gəldim çatdım dördüncü qrupa. Dördüncü qrupda Allah Teala buyurur, ulaikəhum xeyrul bəriyyə. Bəzi insanlar xeyrul bəriyyədir, xeyir verir. Fayda verir. Bir nəfər yerə yıxılsa yerdən götürür. Əlindən hey yaxşılıq gəlir.